Hər kəsə salam. Mən bugün OTK-nın sonuncu blok sınağının Azərbaycan dili fənninin izahını verəcəm. Birinci sual. Hansı cümlədə mürəkkəb sifətin tərkibində leksik şəkilçilərin sayı daha çoxdur? A variantı. Müalicə həkimin şəfa verici təbəssümündən başlayır. Deməli, mən baxıram ki, burada mürəkkəb sifətimiz şəfa verici sözüdür. Şəfa verici sözündə də verici tərəfində sadəcə bir dənə leksik şəkilçi var. Ona görə də A deyil. B. Baş gicəlləndirici qoxu daha da kəskinləşdi. Deməli, burada bizim mürəkkəb sifətimiz baş gicəlləndirici sözüdür. Bunu da belə təhlil edə bilərik ki, baş birinci söz, ikinci söz. Gicəlləndirici sözünün kökü yadda saxlayın ki, gicdir. Yəni insanın başı gicəllənəndə, artıq müvazinətini itirir, yəni beyni qarışır. O mənada sözün kökünü biz gic götürəcəyik. Daha sonra əl ayrıca bir şəkilçi olacaq. Yəni gicəl, bəli. Yəni bizim dilimizdə, orfoqrafiya lüğətimizdə gicəlmək deyilən bir söz var. Yəni ona görə də əl burada ayrıca leksik olacaq, lən ayrıca leksik, dir ayrıca leksik, ici də ayrı leksik. Yəni burada 4 dənə leksik şəkilçi mövcuddur. Ona görə də bizim cavabımız olacaq burada B variantı. Digər variantlara da baxaq. Bu onun üçün lap göydən düşmə vəziyyəti oldu. Deməli, burada bizim mürəkkəb sifətimiz göydən düşmə olacaq. Lakin burada bir dənə leksik şəkilçi var. O da M şəkilçisidir. Ona görə C olmaz. D variantı. Üstü örtülü məsələ həll edilmədi. Burada mürəkkəb sifətimiz üstü örtülüdür. Burada da deməli, üstü tərəfindəki ü mənsubiyyətdir. Örtülü hissəsində isə ört sözün kökü, daha sonra örtül, ül leksik, ü də orada ikinci leksik şəkilçi olacaq. Yəni bu da olmayacaq, çünki 2 dənə leksik şəkilçi mövcuddur. Dünən böyük zalda seçki qabağı iclas keçirildi. Burada da deməli bizim mürəkkəb sifətimiz seçki qabağı sözüdür. Orada da bircə dənə leksik şəkilçimiz var, o da ki şəkilçisidir. Ona görə də cavabımız olacaq burada B variantı. Növbəti sual. İdi, imiş, isə köməkçi sözlər üçün ortaq fikri müəyyən edin. Şəxs sonluqlarından əvvəl işlənir. Xeyr, bu yanlış fikirdir. Şəxs sonluqlarından sonra işlənir. Məsələn, isə hissəsini işlətsək, məsələn, gəlirəmsə. Görürük ki, burada biz isə hissəciyi şəxs sonluğundan sonra işlənir. Ona görə də A olmaz. B-yə baxaq. Feili bağlamaya qoşula bilir. Qeyd edeyim ki, idi, imiş, isə hissəcikləri qoşulduğu sözlər cümlədə xəbər olur. Feili bağlama da cümlədə heç bir zaman xəbər olmayacağına görə, deməli, feili bağlama hissəciklərlə işlənə bilməz. Yalnız feili xəbərlə işlənir. Xeyr, bu yanlışdır. Yəni, tutaq ki, insan idi, nə bilim, kitab idi. Yəni, görürsünüz ki, isimlərə də qoşula bilər. Ona görə yalnız feili xəbərlərə qoşulmur. Qoşulduqları sözlüyün quruluşunu təsir etmir? Bəli. Bunlar ümumiyyətlə, yəni qrammatik şəkilçi kimi biz onu təhlil edirik, təhlil zamanı. Ona görə də yəni sözün quruluşunu təsir etmir. Y variantına da baxsaq, bəzi hallarda əmr şəklində olan feilləri də artırılır. Xeyr, ümumiyyətlə, məsələn, əmr şəklində bir dənə söz desəm, gəl. Gəl sözünə biz necə idi, imiş, isən artıra bilərik. Ona görə də Y də səhvdir. Cavabımız olacaq D variantı. Üçüncü sual. Birində feili birləşmə yoxdur. Nədir feili birləşmə? Feili sifət, məsdər və feili bağlama tərkibləri feili birləşmə adlanır. A variantında sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Burada deməli bizim təsvirlənməyən feilimiz burada güldünüz sözüdür. Yəni feili sifət var. Görürəm ki, burada da tərkib yaradıb. Yəni sizin güldüyünüz. Hansı çoban torpağı sizin güldüyünüz? Görürəm ki, burada feili birləşmə, yəni feili sifət tərkibi mövcuddur. B-yə baxaq. Doğma yerləri gəzəndən sonra biraz sakitləşmişdi. Deməli, burada da bizim təsvirlənməyən feilimiz gəzəndən, yəni feili sifət var burada. Nə zaman sakitləşmişdi? Doğma yerləri gəzəndən sonra. Görürəm ki, burada da artıq tərkib yaradıb. C-yə baxaq. Leş görəndə qarğa quzuğuna dönər. Burada da bizim deməli feili bağlamamız mövcuddur. Baxıram görüm burada da feili birləşmə yaradıbmı? Nə zaman quzuğuna dönər? Leş görəndə. Bəli, burada da feili birləşmə mövcuddur. Yəni feili bağlama tərkibi var. C olmayacaq. D-yə baxaq. Ay Rüstəm xan, əla oxuyuruq, qulaq asanda kövrəlirəm. Bəli, burada bizim feili bağlamamız mövcuddur. Nə zaman kövrəlirəm, qulaq asanda, bəli, burada ola bilər ki, 2 dənə söz birləşmiş olsun, lakin biz bunu feili birləşmə, yəni feili bağlama tərkibi saymayacağıq. Çünki bu frazeoloji birləşmədir, yəni o bir vahid kimi götürülür. Ona görə də cavabımız olacaq burada D variantı. Y-yə baxaq. Ələsgər oxuduqca Aşıq Alının gözləri yaşarırdı. Bəli, burada da bizim var. Oxuduqca feili bağlama tərkibi var. Nə zaman Alının gözləri yaşarırdı? Ələsgər oxuduqca, yəni Y də olmayacaq. Cavabımız olacaq D variantı. Dördüncü sual. Cədvələ uyğun olmayan fikirləri müəyyən edin.
Deməli, cədvələ uyğun olmayan dediyinə görə biz doğruda yanlış fikirləri seçəcəyik, yanlış isə doğru fikirləri seçəcəyik. Birinci sözə baxaq. Gəlirsiz ad və hərəkət bildirən söz kimi düşünülə bilər. Gəlirsiz bir var fe'l kimi düşünə bilərik. Orada yəni vurğu da lir hecasına düşür. Gəlirsiz, hərəkət kimi. Bir də var gəlirsiz, sifət kimi düşünə bilərik biz bunu. Bəli. Və sifət də ad bildirən söz kimi götürmək mümkündür. Yəni fe'ldən başqa digər nitqçələri, onsuz da ad bildirən nitqçələri götürüldüyünə görə biri artıq doğru fikirdir. Ancaq biz biri götürməyəcəyik, çünki bizdən uyğun olmayan deyir. O cəhətdən A gedir, B gedir və C gedir. 2-yə baxaq. Telefonla sözünü həm bir, həm də iki nitqçəsindən ibarət söz kimi düşünmək olar. Telefonla biz bir var telefondan kimi götürə bilərik. Yəni isim plus çıxışlı hal kimi götürmək mümkündür. Bir də var telefonla qoşma kimi götürmək olur. Yəni telefon plus qoşma kimi. Bəli, bu da doğrudur. Yəni həm bir nitqçəsi kimi düşünmək olur, isim kimi, həm də iki nitqçəsindən ibarət söz kimi düşünmək olur, isim plus qoşma kimi. Ona görə də 2 də doğru fikirdir, götürməyəcəyik. O cəhətdən Y də gedir, cavabımız qalır D variantı. 3-ə baxaq. Nəvazişlə sözünün ilk və son səsləri müxtəlifdir. Nəvazişlə nəvazişlə kimi tələffüz olunur. Yəni ilk və son səsi müxtəlif yox, eyni olmalıdır. Yəni 3 yanlış fikirdir. Biz onu götürəcəyik. Deməli, davam edək. Yanlışda isə artıq biz doğru fikirləri götürəcəyik. Pərtlik sözünün yazılışı ilə deyiliş arasında 2 fərqli məqam var. Bəli, bu doğru fikirdir. Pərtlik, pərtdik kimi tələffüz olunur. Yəni l d-yə keçir, k da i-yə keçir. Yəni 4 doğru fikirdir. Bizdən də əksinə soruşduğuna görə biz bunu götürəcəyik. 3, 4, 5-ə baxaq. Kənd və kənd sözündə yalnız 2 eyni samit səs işlənib. Baxaq görək belədirmi? Deməli, burada işlənib səs olaraq k, kənd, n, daha sonra d, t-yə keçir, k, n, t və b. Daha sonra k, n, t belə gedir. Ancaq burada 2 eyni samit olmadı. Burada artıq 4 dənə samit oldu. Ona görə də 5 də yanlışdır. Yanlış yazıldığına görə düz yazılıb. Biz bunu götürməyəcəyik. 6-da isə yadlar sözünün təkcə şəkilsiz fərqli tələffüz olunur. Bəli, yadlar, yaddar kimi deyilir. Bu da doğru fikirdir. Ona görə də cavabımız olacaq 3, 4, 6, yəni D variantı. 5. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Dəf sözü amonimdir, uçmaq sözü amonim deyil. Bu yanlış fikirdir. Uçmaq amonim olur. Bir var dağılmaq mənasında uçmaq, bir də var uçmaq, quşun uçması kimi. Yəni elə bu səhv fikirdir. Ancaq dəf sözü də amonimdir. Dəf bir var bir şeyi dəf etmək, yəni özünü uzaqlaşdırmaq mənasında. Bir də var musiqi aləti kimi. Yəni bir doğru fikirdir. Ancaq yanlış yazılıb, ona görə götürməyəcəyik. A gedir, D gedir. Daha sonra vəssalam. Həm qarış, həm də zindan sözü amonimdir. Bəli, bu doğru fikirdir. Qarış bir var qarış ölçü vahidi kimi, bir də var bir şeyi qarışdırmaq mənasında. Zindan isə bir var dəmirin üstündə döyüldüyü bir alətə deyirlər, daşa deyirlər. Bir də var zindan türmək kimi, yəni doğru fikirdir. Ancaq yanlış yazılıb deyə götürməyəcəyik. B və C də gedir, cavabımız qalır Y variantı. 4-ə baxaq. Kürək, kütlə, sal, rəng sözləri amonimdir. Bəli, bu doğru fikirdir. Kürək bir var bel kimi, yəni lapatka mənasında. Bir də var insanın kürəyi, yəni amonim olur. Kütlə bir var bir şeyin kilosu, kiloqramı. Bir də var kütlə, insan kütləsi, topluluq mənasında. Sal bir var kiçik gəmiyə deyirlər, yəni ibtidai gəmiyə deyirlər. Bir də var bir şeyi salmaq fe'l kimi. Rəng isə bir var rənglər, bir də var muğamda ifa olunan piyesə deyirlər. Yəni doğru fikirdir. 5-ə baxaq. Əsər sözü fe'l kimi amonimlik yaradır. Əsər sözü amonim olur, lakin fe'l kimi yox, isim kimi olur. Bir var əsər əlamət mənasında, yəni iz mənasında. Bir də var yazıçının yazdığı əsər, yəni amonim olur, lakin fe'l kimi amonim olmur. Yəni külək əsər, bir də yazıçının əsəri artıq elə də amonim olmur. O cəhətdən biz əsər sözünü həm amonim ola bilən, həm də amonim ola bilməyən söz kimi sayırıq. İsim kimi amonimdir, fe'l kimi yox. Ona görə də 5 yanlışdır, doğru yazdım. Yəni cavabımız Y. 6-cı sual. Nöqtələrin yerinə uyğun fikri müəyyən edin. Rizvan tələsmədən Gülnarın onun üçün ayırdığı məqaləni oxumağa başladı cümləsində bütün təsvirlənməyən fe'llər fe'l izah edir. Baxıram ki, tələsmədən var burada bir təsvirlənməyən fe'limiz. Tələsmədən oxumağa başladı. Bəli, burada bu doğru fikirdir. Fe'lə izah eləyir. Növbəti təsvirlənməyən fe'limiz burada bizim ayırdığı fe'li sifətidir. Lakin ayırdığı məqalə. Burada görürəm ki, artıq bu fe'lə yox, əksinə ismi izah eləyir. Ona görə də artıq A səhvdir. B-yə baxaq. Fe'li bağlama zaman məzmunu bildirir. Xeyr, tələsmədən oxumağa başlayır. Yəni bu tərz bildirir. Ona görə B olmaz. C.
Fe'li sifət izah edici vəzifə daşıyır. Quruluşu sadədir. Bəli. Baxaq görək, ayırdığı məqalə bəli, burada izah edici vəzifə daşıyır. Yəni məqaləni izah eləyir. Yəni ayırdığı məqalə bu doğrudur. Quruluşu sadədir. Bəli. Ayırdığı sözü quruluşuna görə sadədir. Ona görə cavabımız olacaq burada C variantı. D-yə baxaq. Məstər isim kimi hallanır və quruluşuna görə düzəltmədir deyir. Baxıram ki, oxumağa. Oxumağa bəli, hallanır, lakin bu düzəltmə deyil. Əvvəla burada oxumağa başlamaq birgə götürülür. Yəni biz bunun mürəkkəb feil kimi hətta sayacağıq. Yəni digər vəziyyətdə olsa da belə, lap oxumaqla başlamaq ayrı olsa da belə, oxumağa sözü yəni düzəltmə deyil, sadədir. Lakin burada oxumağa başlamaq birgə götürüləcək. Yəni nə etdi, oxumağa başladı, belə olacaq. Ona görə də düzəltmə deyil. Y-yə baxaq. Feili bağlama özündən əvvəlki sözlə birgə tərkib əmələ gətirib. Baxıram ki, burada feili bağlamadan əvvəl gələn söz Rizvan sözüdür. Nə etdi, oxumağa başladı. Kim? Rizvan. Görürsünüz ki, burada Rizvan ayrıca bağlanır xəbərlə. Ona görə də Rizvan burada mübtədadır. Ona görə də tərkibin içinə daxil deyil. Yəni Y-də yanlışdır. Cavabımız olacaq C variantı. 7. Nümunədə verilmiş isimlərlə bağlı doğru fikirləri müəyyən edin. Birincidə deyir ki, ikinci misrada təsirik halda olan bir isim işlənib. Oxuyaq əvvəlcə. Bu necə dünyadır? Yolu bir qarış, ayıra bilmirsən çoxunu azdan. Deməli, burada bizim ikinci misrada olan isimimiz heç varmı ki? Heç ikinci misrada bir feil isim yoxdur. Ümumiyyətlə, ayıra bilmirsən feil, çox say, azdan say. Ona görə də bir yanlışdır. Y və S gedir. 2-yə baxaq. Birinci misrada işlənmiş bütün isimlər eyni haldadır. Birinci misrada isimlərimiz deməli dünyadır, bir də yolu. Bəli, bu necə dünyadır adlı xal, yolu onun yolu. Mənsubiyyət qəbul edib, digər bir hal şəkilçisi də yoxdur, yəni adlı xaldır. 2 doğru fikirdir, 2-ni götürəcəyik, o cəhətdən B də gedir. 3-ə baxaq. 3-cü misradakı isimlərin tələffüzü yazılışından fərqlənir. 3-cü misrada bizim isimlərimiz hansıdır? Həzzindən, zövqündən, hələ doymamış yox. Bəli, onların ikisi də yazılışı və tələffüzü fərqlənir. Ona görə də 2, 3, deməli cavabımız artıq burada çıxır. D variantı. 4-ə baxaq. Tünd qara hərflərlə verilmiş isim 2 qrammatik şəkilçi qəbul edib. Baxaq görək, çəkirlər süfrəni qabağımızdan. Yəni burada əslində süfrəni sözünü, yəni biz 2 qrammatik şəkilçi kimi düşünə bilərik. Lakin burada düşünə bilmirik. Bir var, yəni hər hansı bir süfrəni qabağımızdan çəkirlər. Onda olacaq sözün kökü süfrə, n bitişdirici, i burada təsirik hal. Bir də var, məhz sənin süfrəni qabağımızdan çəkirlər. Onda isə artıq süfrə sözün kökü, n, sənin süfrən, n mənsubiyyət, i də orada təsirik hal şəkilçisi. Yəni iki cür düşünmək mümkündür. Lakin burada yəni hər hansı bir süfrədən gedir söhbət. Yəni burada məhz sənin süfrəndən getmir. Yəni ümumi olaraq, yəni süfrəni qabağımızdan çəkirlər deyir. Ona görə də burada yalnız biz bir qrammatik şəkilçi kimi düşünə bilirik. Ona görə 4 yanlışdır. 5-ə baxaq. Hərəkət bildirən sözlərdən biri quruluşça mürəkkəbdir. Yəni feillərdən birini demək istəyir. Deməli, bir feilimiz burada ayıra bilmirsən. Bəli, bu quruluşuna görə mürəkkəbdir. Çünki birgə götürülür. Başqa bir feilimiz var buradan. Doymamış, doymamışdır. Yəni bu sadədir. Çəkirlər, o da sadədir. Bəli, ona görə də 5 də doğru fikirdir. Cavab olacaq D variantı. 8. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Bu maraqlı bir söhbət idi. Ancaq Kərimzadə bunu nəinki Haşimliyə heç kəsə danışmamışdı və danışmazdı da cümləsi. Deməli, 2 qrammatik əsasdan ibarətdir. Yəni cümləmiz mürəkkəb cümlədir, tabisiz mürəkkəb cümlədir. Ona görə də 2 qrammatik əsasdan ibarətdir. Yəni bunu özü verib. İndi biz davam edək. Tabisiz mürəkkəb cümlədir, bəli, çünki cümlələr arasında asıllıq yoxdur. Yəni bu maraqlı bir söhbət idi. Bu ayrı bir cümlə. Kərimzadə bunu nəinki Haşimliyə heç kəsə danışmamışdı və danışmazdı da. Bu da ayrı bir cümlə. Yəni ki, bir doğrudur. Biri götürəcəyik. 2-yə baxaq. Həmcins tamamlıqda sadə cümlə kimi düşünülə bilər. Xeyr, bu cümlə heç bir zaman sadə cümlə kimi düşünülə bilməz. Çünki burada nə idi söhbəti idi, nə bu. Yəni ayrı mübtəda xəbər burada var. Nə etməzdi, danışmazdı, danışmamışdı. Kim Kərimzadə? Yəni ayrı mübtəda xəbər də burdadır. Yəni bu heç bir zaman həmcins tamamlıqla sadə cümlə kimi düşünülə bilməz. Ona görə də 2-ni artıq götürməyəcəyik. O cəhətdən D, C gedir, Y də gedir, çünki biri götürürük. 3-ə baxaq. Əvvəlində hərçənd ki sözü işlənsə, tabeli mürəkkəb cümlə olar. Bəli, bu doğru fikirdir. Yəni hərçənd ki maraqlı söhbət idi. Ancaq Kərimzadə bunu nəinki Haşimliyə heç kəsə danışmamışdı və danışmazdı da. Bəli. Yəni budağın birinci gəldiyi, başın ikinci gəldiyi tabeli mürəkkəb cümlə olacaq. O cəhətdən A variantı. 4-ə baxaq. 3 sadə cümlənin birləşməsindən yaranan mürəkkəb cümlədir. Onu da baxaq. Nə idi söhbət idi? Nə bu? Bu ayrı bir cümlə.
Digər tərəf isə Kərimzadə bunu nəinki Haşimliyə heç kəsə danışmamışdı və danışmazdı. Yəni baxıram ki, burada danışmamışdı bir xəbər, danışmazdı ikinci bir xəbər, bir mübtədam da var burada. Yəni 3 sadə cümlə yoxdur burada. Yəni burada bir sadə cümləmiz bu biri tərəfdir. Bu maraqlı bir söhbət idi. İkinci sadə cümləmiz isə Kərimzadə bunu nəinki Haşimliyə heç kəsə danışmamışdı və danışmazdı. Bu da ayrı bir cümlə. Yəni sadəcə olaraq ikinci tərəfdən Haşimliyə, heç kəsə, yəni 2 dənə tamamlıq var. Lakin bu ayrıca bir cümlədir. Yəni əgər hər iki tərəfdə ayrı-ayrı mübtəda xəbər olsaydı, biz ona hardasa deyə bilərdik ki, 3 sadə cümlənin birləşməsi. Lakin burada isə 2 dənə sadə cümlənin birləşməsindən ibarətdir. Ona görə də 4-ü götürməyəcək. Cavabımız olacaq A, 1, 3. 9. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Həm təsriflənən, həm də təsriflənməyən feil işlənib. Bəli. Güldüm, təsriflənən feil, tələbəyəm deyəndə, bu da təsriflənməyən feil. Bəli, A variantı doğrudur. B-yə baxaq. Yalnız qrammatik mənası olan söz ismə qoşulub, yəni köməkçilik hissəsindən gedir söhbət burada. Müəllimlə dil tapa bilməyəndə, bəli, burada bir la var, o da ismə qoşulub, müəllim ilə. B də doğrudur. C-yə baxaq. Məchul növdə işlənən feil xəbər şəklindədir. Baxaq görək burada. Deyəndə məlum növdür. Üzüm güldü, bu da məlum növdür. Sıxılırdım, burada bir var, ancaq bu məchul deyil, qayıdış növdür. Başqa da görək, məchul növümüz varmı burada? Geyəndə, bu da məlumdur. Müəllim dil tapa bilməyəndə, bu da məlumdur. Qiymətimin biri vardı, biri yox, burada feil yoxdur. Deməli, bizim yanlış fikrimiz C olacaq. Çünki məchul yox, qayıdış növdə olan feil xəbər şəklindədir. Ona görə C. D-yə baxaq. İkinci misrada ismin 2 müxtəlif halında söz işlənib. İkinci misrada dost pencəyi, bəli, dostun pencəyini geyinəndə, yəni dost olacaq yəlik hal, pencəyini olacaq təsirik hal, yəni qeyri-müəyyən təsirik hal olacaq. D doğru fikirdir. Y-də baxaq. Birinci misrada frazeoloji birləşmə var. Üzüm güldü, bəli, üzün gülməsi, yəni bizim üzümüz yox, əslində bizim dodaqlarımız gülür. Ona görə də Y doğru fikirdir, yəni frazeoloji birləşmə burada mövcuddur. Ona görə cavabımız olacaq C variantı. 10-cu sual. Elmi üslub üçün xarakterikdir. Qrafik və cədvəllərdən istifadə, bəli. Elə cavab olacaq A variantı. B-yə baxaq. Təbiilik, sərbəstlik bu məişət üslubu üçün xarakterikdir. 3 təzahür formasının olması bu bədii üslub üçündür. Yəni nəzm forması, nəsr forması və dram forması. Ona görə C-də deməli doğru fikir, yəni elmi üslub üçün xarakterik deyil. D. Sözün məcazi mənasından istifadə, bu da bədii üslub üçündür. Xalq danışıq dilinə yaxınlıq, bu bədii üslubda da ola bilər, publistik üslubda da ola bilər. Ona görə də yəni elmi üslub üçün xarakterik deyil. Cavab olacaq A variantı. 11. Bu yerin təbii şəraiti onun inamını daha da möhkəmləndirirdi. Cümləsinin sintaktik təhlillə bağlı yanlış fikri müəyyən edin. Baxaq, 2 cümlə üzrə işlənib. Gəlin təhlil edək. Nə edirdi? Möhkəmləndirirdi xəbər. Nə? Yerin təbii şəraiti. Hansı yerin? Bu yerin təyin. Nəyi möhkəmləndirirdi? Onun inamını. Bu da olacaq tamamlıq. Daha da yəni ədəd olacaq, ona görə təhlil eləmirik. 2 cümlə üzvü işlənib, elə A variantı yanlışdır. Çünki burada 2 cümlə üzvü yox, təyin də var, tamamlıq da var. Ona görə də A yanlışdır. B-yə baxaq. Mübtəda söz birləşməsindən ifadə olunub, bəli. Yerin təbii şəraiti ismi birləşməsindən ifadə olunub. C. Tamamlıqla mübtədanın ifadə vasitəsi söz birləşməsidir. Bəli, bu doğru fikirdir. Onun inamını söz birləşməsi tamamlıq olub. Yerin təbii şəraiti, bu da söz birləşməsi mübtəda olub. Yəni C də doğru fikirdir. Cümlə üzvü olmayan söz də işlənib. Bəli, daha da var burada. Müəyyən şəxsdir, feili xəbəri sadə cümlədir. Bəli. Cümləmizin mübtədası var, müəyyən şəxsdir, feili xəbəridir. Çünki möhkəmləndirirdi, feillə bitib. Bir də sadə cümlədir. Bəli. Yəni cavab olacaq A. Növbəti. Mənası düzgün göstərilmiş sözləri müəyyən edin. Ç şəkilçisi ilə düzələn bu isim peşə sənət bildirir, bir də peşə sənət bildirmir deyir. Dilçi olar, bu peşə sənət bildirir. Əlaçı xeyr, olmaz. Topçu ola bilər, 1-3. Musiqiçi, artıq bildirməyənləri seçəcəyik. Musiqiçi bildirir, xalçaçı bildirir, şikayətçi bildirmir. Deməli, cavabımız olacaq burada B variantı. 13-cü sual. Yazı haqqında yanlış fikri müəyyən edin. Müasir həyatımızda da əşyəvi yazının izlərinə rast gəlmək mümkündür. Bəli, bu doğru fikirdir. Məsələn, biz yol kənarında keçərkən tutaq ki, orada meyvə tərəvəzlər satılır. Bu artıq əşya, yəni əşyanın özü olduğuna görə biz bunu əşyəvi yazı kimi oxuyuruq, başa düşürük. Ona görə də A doğrudur. Nəqliyyat yolunda qoyulmuş nida işarəsi ideoqrafik yazıya nümunə ola bilər. Bəli, bu da doğru fikirdir. Yəni artıq biz nida işarəsini görəndə biz onu düşünürük, yəni fikirləşirik deyə.
ki, yəni buradan keçmək olmaz və yaxud da digər şeylər. Ona görə də B doğrudur. Ayaqqabı dükanının qarşısındakı lövhədə çəkilmiş ayaqqabı şəkli piktoqrafik yazıya nümunədir. Ümumiyyətlə, dükan, mağaza, market tipli yerlərdə, yəni belə bir suallar olursa, yəni bu tutaq ki, market tipli yerdə hər hansı bir şeyin şəkli varsa deyirsən, artıq o olacaq piktoqrafik, yəni şəkli yazı. D-yə baxaq. Hazırda istifadə edilən latin əlifbası fonoqrafik yazıya əsaslanır. Bəli, bizim hal-hazırda istifadə etdiyimiz əlifba fonoqrafik yazı, yəni hərfi yazıdır. Y-yə baxaq. Bəşər tarixinin bütün mərhələlərində eyni yazı növündən istifadə olunmuşdur. Xeyr, bu yanlış fikirdir. Baxmayaraq ki, biz hal-hazırda hərfi yazı mərhələsindəyik. Bəli, əşyavi yazıdan da istifadə olunur, fonoqrafik yazıdan da istifadə olunur, piktoqrafikdən də, lakin bütün mərhələlərdə istifadə olunmayıb bu. Məsələn, əşyavi yazı mərhələsində fonoqrafik yazı olmayıb, piktoqrafik yazı olmayıb. Məsələn, piktoqrafik yazı mərhələsində fonoqrafik yazı olmayıb. Yəni, hal-hazırda biz bu dördündə istifadə etdiyimiz mərhələ sonuncu mərhələdir. Yəni, əvvəlki mərhələlərdə hamısından istifadə olunmayıb. Ona görə də Y yanlış fikirdir. 14-cü sual. Hansı cümlənin şəxsə görə növü düzgün göstərilməmişdir? Elə bil onu qəflədən sancdılar. Baxıram ki, burada nə etdilər, sancdılar, xəbərimiz var, lakin mübtəmız yoxdur burada. Çünki onlar yəni verilməyib, ona görə qeyri-müəyyəndir. Yıxılana balta çalmazlar, nə etməzlər, balta çalmazlar. Kim? Görürəm ki, yenidən yoxdur və fikir də hər kəsə şamil olunduğuna görə biz bunu artıq ümumi şəxsi götürəcəyik. C-yə baxaq. Oğlanın təzə paltarları xoşuna gəlirdi. Nə edirdi, xoşuna gəlirdi? Nə? Oğlanın təzə paltarları. Belə baxıram ki, burada mübtədamız mövcuddur. Çünki yəni kiminsə oğlanın təzə paltarları xoşuna gəlir. Bunu belə götürəndə biz bunu müəyyən şəxsi kimi götürəcəyik. Lakin bunu çox güman ki, belə şəkildə salmaq istəyiblər. Yəni, oğlanın özünün xoşuna gəlir kimi, yəni oğlanın xoşuna gəlir. Belə götürəndə isə bütöv xəbər olacaq bu. Lakin yəni bunu ikili şəkildə düşünmək mümkündür. Ona görə də bunu həm şəxsiz, həm də müəyyən şəxsli kimi düşünə bilirik. Hətta bu müəyyən şəxsli cümləyə daha yaxın gedir. Ona görə də burada C uyğun gəlir. D-yə baxaq. Dağın ətəyində gözəl bir ev, ön tərəfdə bir hovuz. Bəli, bu müəyyən şəxsli deyil, bu adlıq cümlədir. Nə ev, nə hovuz, yəni xəbərimiz yoxdur. Ona görə də D-də yanlışdır. Y-yə baxaq. Sizin belə düşünməyinizdən də incimirəm. Nə etmirəm, incimirəm ki, mən. Mübtədası var, yəni yoxdur, amma biz bərpa eləyə bilirik. Ona görə müəyyən şəxsdir, bu doğru fikirdir. Cavabımız olacaq C və D. 15. Cümlələrdəki fərqləndirilmiş sözlərə əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Şuşada, Ağdamda, hətta Bağbanlıda da jurnal oxuyurdular. Hətta öz doğmaları ona inanmadı. Deməli, birincidəki hətta bağlayıcıdır, iştirak bağlayıcısıdır. Yəni, burada Şuşada, Ağdamda, Bağbanlıda görürsünüz ki, yəni sadalanır. Yəni, burada artıq sözləri bir-birinə bağlayıb. Hətta öz doğmaları ona inanmadı. Artıq burada isə fikrin qüvvətləndirməsinə xidmət etdiyinə görə və cümlənin də əvvəlində gəldiyinə görə biz bunu ədad sayacağıq. Deməli, A variantına baxaq. Fikrin qüvvətli ifadə olunmasına kömək edib. Bu gedəcək 2-yə. 2-də A olacaq. Bu cəhətdən A variantı gedir. Deməli, B variantı qalır. D gedir birdən. Daha sonra sözləri bağlamağa xidmət edib. Bu gedəcək 1-ə. Deməli, 1-ə B, 2-yə A. Deməli, B variantı da gedir. C-yə baxaq. Yalnız qrammatik mənaya malikdir. Bu ortaya gedəcək. 3-ə C olacaq. Köməkçi hissəsidir. Bu da ortaya gedəcək. 3-ə C-dir. Elə buna baxanda artıq cavabımız çıxır C variantı. Özünə əvvəlki sözlə birlikdə məna çaları yaradıb. Xeyr, bu heç birinə getməyəcək. Çünki məna çaları yaradan qoşmadır. Ona görə də cavab olacaq C. 16. Mübtədasının itiq səsli ifadə olunan nümunəni müəyyən edin. Afaqın uzaqda yaşaması atasını həmişə düşündürürdü. Nə edirdi, düşündürürdü? Nə? Afaqın uzaqda yaşaması. Görürük ki, burada mübtəda nitq səsindən yox, söz birləşməsindən ifadə olunub. Nəyi bizdən artıqdır ki? Artıqdır xəbər. Nə? Görürsünüz ki, nəyi? Burada artıq bizim mübtədamız budur. Yəni, onun nəyi bizdən artıqdır mənasında. Yəni, buradan i mənsubiyyətdir, mübtəda olacaq və nitq səsidir. Yəni, sual əvəzliyidir. Cavabımız B. C-yə baxaq. Biz şəhərə gələndə yenicə getmişdilər. Getmişdilər kim? Onlar. Görürəm ki, yoxdur mübtədamız. Götürməyəcəyik. Hər dəfə yolun qırağında balaca bir uşaq görürdük. Nə edirdik? Görürdük kim? Biz. Burada mübtədamız verilməyib. İşləməyənə tənbəl deyərlər. Nə edirlər? Tənbəl deyərlər. Kim? Onlar. Görürsünüz ki, mübtədamız yoxdur. Ona görə də cavabımız olacaq B variantı. 17. Hansı sətirdəki nümunələrin hər ikisində uyğunluq gözlənilib? Deməli, nəqli cümlədir, bir də mübtədası təsəvvür edilə bilmir deyir. Ancaq doğrusu mən pərəstiş etdiyim adamı belə görə bilmirəm. Bəli, bu nəqli cümlədir. İkinci tərəfə baxaq.
Mübtaz təsəvvür edilə bilmir deyirsə, deməli şəxssiz cümlə olmalıdır deyir. Dərin sükutdan sonra xan əli ilə işarə etdi. Vaqifi buraxdılar. Xeyr, işarə etdi kim? Xan. Burada mübtanı təsəvvür etmək mümkündür. Ona görə bir olmaz. 2-yə baxaq. Mən birbaşa çıxım, öyrənim, tədbir görüm. Bu nəqli cümlə deyil, bu əmr cümləsidir. Çünki xəbərlərimizin hamısı əmr şəklində ifadə olunub. Ona görə də elə 2 də yanlışdır. Amma ikinci tərəfə baxaq. Mənim ruhumu qırdılar, həvəsimi öldürdülər. Mübtası təsəvvür edilə bilmir deyir. Bu şəxssiz cümlə olduğuna görə, yəni şəxssiz cümləyə aid olan bir xüsusiyyət olduğuna görə biz bunu səhv sayacağıq. Çünki mənim ruhumu qırdılar, həvəsimi öldürdülər. Bu qeyri-müəyyən şəxsi cümlədir. Burada biz mübtədanı yerinə qoymasaq da belə az da olsa təsəvvür edə bilirik. Ona görə də bunların ikisi də yanlışdır. 3-ə baxaq. Bu tanışlıqdan gəldi, ev pozuldu, üzünü yana çevirdim. Bəli, bu nəqli cümlədir, doğrudur. İndi ikinci tərəfə baxaq. Ağacı əkirəm ki, meyvəsini dərim, kölgəsində dincəlim. Xeyr, buradan mübtədanı təsəvvür etmək mümkündür. Mən əkirəm, mən dərim, mən dincəlim. Ona görə də 3 də yanlışdır. 4-ə baxaq. Bizi sabahda məktəbdə gözləyin. Bəli, bu nəqli cümlə deyil, əmr cümləsidir. İkinci səfədə baxaq. Meyvə ağaclarının bar verən vaxtı idi. Nə idi? Deməli, meyvə ağaclarının bar verən vaxtı da hamısı bütövlükdən xəbər olacaq. Burası doğrudur, lakin birinci tərəfi yanlışdır. 5-ə baxaq. İşləmək istəməyənlər getdilər. Nə etdilər? Getdilər. Deməli, kim işləmək istəməyənlər? Bəli, nəqli cümlə olacaq. Doğrusu ona yazığım gəlir. Nə edir? Yazığım gəlir. Kimə? Ona. Bu da olacaq tamamlıq. Yəni, mübtəmız yoxdur, təsəvvür edə bilmirik. Yəni, doğru fikirdir. Hər ikisi doğrudur. Cavab olacaq 5, yəni B variantı. Növbəti sual. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Cəld yeriyənlər mənzilə tez çatarlar. Baxırıq ki, deyir ki, bir ad dərəcə işlənmiş sifətdir. Xeyr, burada cəld zərfdir. Çünki hərəkətin miqdarını bildirib. Ona görə də daha doğrusu hərəkətin tərzini bildirib. Ona görə də 1 yanlışdır. Deməli, 1-i götürəcəyik. O cəhətdən A gedir, Y gedir. Daha sonra quruluş sadədir. Bəli, 2 doğru fikirdir. O cəhətdən D-də gedir, ya B-də ya da C-də. İşin 3də 2-si artıq tamamlanmışdı. Deməli, quruluş mürəkkəbdir. Verilib, bəli, 3də 2 kəsir sayıdır, mürəkkəbdir, 3 doğru fikirdir. O cəhətdən B-də gedir. Cavabımız qalacaq elə C variantı. Biz davam edək. Miqdar sayıdır, bəli. Ümumiyyətlə sayı 2 yerə bölünür. Miqdar və sıra. Miqdarın da 3 növü var. Müəyyən, qeyri-müəyyən və kəsir. O cəhətdən kəsir sayı da miqdar sayı hesab olunur. Yəni 4 doğru fikirdir. İndi onun işinin ağırlığı 1-ə 5 artmışdı. Qeyri-müəyyənlik bildirir deyilir. Xeyr, qeyri-müəyyənlik bildirmə sayda olur. Bu zərfdir. 1-ə 5 artıb. Ona görə də 5 də yanlışdır. Deməli, 1 də yanlış idi. 6-ya baxaq. 2 müxtəlif sözün birləşməsinə yaranmış mürəkkəb saydır. Bu da yanlış fikirdir. Cavab olacaq C variantı. Növbəti. Birində ikinci dərəcəli cümlə üzvü yoxdur. Hələ də sakit dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Necə dayanmışdı? Sakit. Deməli, burada bizim var ikinci dərəcəli zərfliyimiz var. A olmaz. Mini futbol üzrə Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatının qalibi oldu. Nə etdi? Deməli, dünya çempionatının qalibi oldu. Kim? Azərbaycan yığması. Nə zaman? İlk dəfə. Görürsünüz ki, burada artıq zərfliyimiz də var. Ona görə B olmaz. C-yə baxaq. Təhsilini davam etdirmək üçün imtahanlara hazırlaşır. Nə edir? Hazırlaşır. Nəyə imtahanlara? Artıq mən burada tamamlıq görürəm. C olmaz. D-yə baxaq. Təbrizin ən qədim və ən gözəl küçələrinin biri. Görürəm ki, bu artıq mənim adlıq cümləmdir. Baxıram ki, Təbrizin ən qədim, ən gözəl, yəni Təbrizin küçələrinin biri. Görürəm ki, yəni ismi birləşmədir bu, yəni bütöv təhlil olunacaq. Nə? Təbrizin ən qədim və ən gözəl küçələrinin biri. Yəni burada ikinci dərəcəli cümlə üzvü yoxdur, olacaq D variantı. Y-yə baxaq. Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Nə etdi? Keçirildi nə? Deməli, Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi nə zaman? Müstəqillik günündə. Yəni bu da olacaq zərflik. Ona görə də Y olmaz. Cavab olacaq D variantı. 20-ci sual. Hansı nümunədə sifətin yazılışı yanlışdır? Qapqara paltarı o çox sevirdi. Bəli, elə yanlış fikrimiz budur burada. Qapqara bitişik olmalı idi. O bu gündə göytəhər, bu doğrudur. Ala yarımçıq şişdən xoşum gəlməz, bu doğrudur. Afər açıq sarı, bu da doğrudur. Tünd bənövşəyi rəng, bu da doğrudur. Yəni cavabımız olacaq A variantı. 21. Doğru fikirləri müəyyən edin. Zərf cümlədə ancaq zərfli kimi çıxış edir. Xeyr, bu yanlış fikirdir. Zərf cümlədə təyin də ola bilər, mübtəda ola bilər, xəbər də ola bilər, zərfli də ola bilər və s. Ona görə də B, C gedir. 2-yə baxaq. Zaman zərfləri həmişə hərəkətə aid olur. Xeyr, ümumiyyətlə bu fikir yanlış fikirdir. Zərf hər zaman feilə aid olmur. Yəni hərəkətə aid olmur. Zərf əsasən feilə aid olur. Digər şeylərə də aid ola bilər. Yəni əsasən feilə aid olur. Ancaq bu demək deyil ki, həmişə hərəkətə aid olacaq. Yəni elə cümlə deyə bilərəm ki, orada zərf olar, amma heç feil olmaz. Məsələn, bu gün hava istidir. Bu cümlədə zərf var bugün, ancaq heç bu cümlədə feil yoxdur. Ona görə də 2 də yanlışdır. Y də gedir, D də gedir. Cavabımız qalır A variantı.
3-ə baxaq. Dayanmadan oxuyaraq sözləri zərf deyil. Bəli, bunlar feili bağlamadır. 4. Dönə-dönə, qoşa-qoşa sözləri həm zərf, həm də feili bağlama kimi işlənə bilir. Bəli. Dönə-dönə bir var dəfələrlə mənasında. Onda zərf olacaq. Bir də var dönmək kimi, yəni arxaya dönə-dönə. O zaman olacaq feili bağlama. Qoşa-qoşa da həmçinin bir var. Nəyisə qoşa-qoşa, qoşmaq kimi. O zaman olacaq feili bağlama. Bir də var qoşa-qoşa, yəni cüt mənasında, cüt-cüt mənasında. O zaman olacaq artıq zərf. Zərflər feili xəbərə aid olsa da ismi xəbərə aid olmur. Xeyr, bu bayaq dediyim kimi ismi xəbərə də aid ola bilər. 5 yanlışdır. 6-da ki, bəzi zərflər qoşma ilə anonimlik yarada bilir. Bəli, əvvəl, sonra və s. bu sözlər həm zərf olur, həm qoşma olur. Yəni cavab olacaq A variantı. 22. Bu işdən əl çəkən deyiləm, lap haracan lazımdırsa gedəcəyim cümləsindəki sözləri morfoloji təhlillə bağlı doğru fikri müəyyən edin. Feillərdən biri isə köməkçi sözünü qəbul edib. Deməli, burada bizim isəmiz var, lazımdır isə, ancaq bu feil deyil. Lazımdır isə, yəni lazım feil deyil. Ona görə də A yanlışdır. Götürməyəcəyik. B-yə baxaq. 2 fərqli köməkçi hissəsi işlənib. Bu işdən əl çəkən deyiləm, lap var. Burada bir ədatımız var. Bir də haracan, haraya qədər qoşma var. Bəli. B doğru fikirdir. B-ni götürürük. C-yə baxaq. Ədat çıxarılsa cümlənin təsir gücü dəyişməz. Burada bizim ədatımız lapdır. Lap ümumiyyətlə, yəni ədat ümumiyyətlə cümlədə təsir gücü artıran bir hissəsidir. O cəhətdən onu çıxarsaq, əlbəttə ki, təsir gücü zəifləyəcək. Yəni bu işdən əl çəkən deyiləm, haracan lazımdırsa gedəcəm. Bir var belə deyirik, bir də var deyirik ki, bu işdən əl çəkən deyiləm, lap haracan lazımdırsa gedəcəm. Artıq lapı qoyanda fikir daha qüvvətli səslənir. Ona görə də C yanlışdır. D-yə baxaq. Əvəzliyin bir məna növü işlənib. Baxıram ki, burada bir əvəzliyimiz budur, işarə. İkinci əvəzliyimiz də ki, haracan, yəni sual əvəzliyi, yəni D yanlışdır. Y-dəki hər iki feil, deməli, feili sifət quruluşu sadədir. Hər iki feili sifət. Baxıram ki, əl çəkən var, burada feili sifətimiz var. Ancaq bu quruluşuna görə sadə deyil, bu mürəkkəbdir. Çünki əl çəkən feili, daha doğrusu frazeoloji birləşmədir. İkinci feili sifətimiz hardadır bizim? Heç ikinci feil sifətimiz yoxdur burada bizim. Gedəcəyəm. Bu da feil sifət deyil, yəni gələcək zaman şəkilçisidir o. Ona görə də Y-dir, səhvdir. Cavab olacaq B. 23. Durğu şərləri yanlış qoymuş nümləri müəyyən edin. Xalq bu ilxını bağırtı ilə qarşıladı. Çünki düşməndən qənimət alınmışdı. Deməli, burada çünkidən sonra vergül qoyulmamalı idi. Ona görə də 1 yanlışdır. Məğlubiyyətə qol qoymayacaqdı. Madam ki demişdi. Madam kidən sonra vergül olmaz. Səhvdir. 1-2. Hərçənd siz bu işi görübsüz. Hərçənddən sonra vergül olmaz. Səhvdir. Arxasında isə doğrudur. Yəni amman qabağında vergül qoyulacaq. Bəli, başqa bir problem yoxdur. Yəni də ümumi götürəndə 3 səhvdir. İstər Mollayevin, istərsə də Xəlilovun müqaviməti olmasaydı belə, Qaradaşlar problemi çox böyük qurbanlar və məhrumiyyətlər bahasından başa gələcəkdi. Baxıram ki, burada heç bir problem yoxdur. Ona görə də 4 götürməyəcəyik. 5-ə baxaq. Mənsur onu durğuzub aparmaq istəsə də, yəni vergül doğru qoyulub, istiarə mane olub oturdu. Bəli, yəni cavab olacaq 1, 2, 3. 24. Doğru fikirləri müəyyən edin. Dişin ağrıyır, çək qurtar nümunəsi sadə cümlədir. Xeyr, bu yanlışdır. Dişin ağrıyırsa, çək qurtar. Yəni burada biz isə hissəcini artıra bilirik. O cəhətdən bu tabeli mürəkkəb cümlədir. 1 yanlışdır. Deməli, 1-i götürməyəcəyik. 2-yə baxaq. Nə qədər istəmişdi, gətirmişəm cümləsində bağlayıcı söz işlənib. Bəli, nə qədər istəmişdi. Yəni o qədər də gətirmişəm. Qarşılıq sözü verməyib, amma biz onu bərpa eləyə bilirik. Yəni 2 doğrudur. 3-ə baxaq. Mən oxusam da cavab vermədim nümunəsi mürəkkəb cümlə deyil. Mürəkkəb cümlədir bu. Çünki burada şərt var. Şərt şəkilçisi var. Budaq baş. 4-ə baxaq. İsti bir yay səhəri. Külək əssə də bürkü nəfəs almağa imkan vermirdi cümləsində adlıq cümlə mürəkkəb cümlənin tərkib hissəsi kimi çıxış edir. Bu cümlə, bu tərəf mürəkkəb cümlədir. Külək əssə də bürkü nəfəs almağa imkan vermirdi. Yəni tabeli mürəkkəb cümlədir. Budaq baş. Lakin burada adlıq cümləmiz isti bir yay səhəri. Mürəkkəb cümlənin tərkib hissəsi kimi çıxış etmir. Çünki burada nöqtə qoyulmazdı o zaman. Yəni vergül qoyulardı. İsti bir yay səhəri, külək əssə də yəni bu şəkildə gedərdi. Yəni lakin burada nöqtə qoyulduğuna görə tərkib hissəsi kimi sayılmır. 4 səhv. 5-ə baxaq. Əgər bizi çağırsalar, birinci Selcan çıxış etsin cümləsində budaq cümlə baş cümlədən əvvəl işlənib. Bəli, burada əgər şərt bağlayıcısı var, çağırsalar şərt şəklinin şəkilçisi var. Ona görə də 5 doğru fikirdir. Çünki belə olduqda budaq birinci gəlir. Yekun cavabımız olacaq 2 və 5. Növbəti. Gözəl bir şəbəkə düzəldir nümunəsi əsasında klass deyə tamamlayan fikirləri müəyyən edin. Cümlədə işlənmiş feil məlum növdədir. Bəli, düzəldir. Yəni düz sözün kökü düzəl, düzəld, düzəldir. Bəli, burada növ şəkilçisi olmadığına görə məlum növdədir. Tərkibinə görə deməli bu sxemə uyğundur deyir. Bəli, düz sözün kökü əl leksik, t leksik, ir də qrammatik, yəni 1 doğrudur, 1-i götürürük. 2-yə baxaq. Şəxsi və kəmiyyətə görə dəyişməyən feildir. Şəxsi kəmiyyətə görə dəyişməyən feildirsə, deməli bu təsviflənməyən feil demək istəyir. Lakin bu baxıram ki,
nə məsdərdir, nə feili sifətdir, nə feili bağlamadır. Bu sadəcə olaraq indiki zamanda işlənmiş bir feildir. Ona görə də təsviflənən feildir. Yəni şəxsi kəmiyyətə görə dəyişən feildir. 2 yanlışdır. Şəxs onluğu qəbul etmişdir. Xeyr, burada şəxs onluğu yoxdur. 3 də səhvdir. Hərəkətin danışılan vaxtda icra edildiyini bildirir. Yəni indiki zamanda da demək istəyir. Doğru fikirdir. 1-4. Qrammatik şəkilçi çıxarılsa, kar samitlə bitər. Hal-hazırda bunun qrammatik şəkilçisi deməli irdir. İri çıxardanda cümləmiz necə olacaq? Gözəl bir şəbəkə düzəlt. Düzəlt t kimi olacaq. Çünki orada t d-ya irə görə keçmişdi. İri biz oradan çıxaranda artıq bu düzəlt şəklində olacaq. Ona görə də 5 də doğrudur. Yekun cavabımız olacaq 1, 4 və 5. Növbəti. Mübtədanın əlavəsi işlənmiş cümlələri müəyyən edin. Qonaqları heyrətə salan hər şeydən çox Hacının nahar qapqacağı servisləri idi. Burada xəbərin əlavəsi var. Hacının nahar qapqacağı idi. Servisləri idi. Görürsünüz ki, yəni ona görə 1 olmaz. Ora sənin dediyin həmin dayaz yer indi çox təhlükəlidir. Necə təhlükəlidir? Hara? Ora. Yəni sən dayaz dediyin yer. Görürsünüz ki, bu da artıq mübtədadır. Yəni hara? Ora. Həkim gənc bir xanım Həsəni müayinə etdi. Kim Həsəni müayinə etdi? Həkim müayinə etdi. Yəni gənc bir xanım. Bəli, burada da mübtədanın əlavəsidir. 2, 3. 4-ə baxaq. Deyəsən bunlar qaldın kitablarla silahlanmış hakimlər məni başa düşməyiblər. Kim məni başa düşməyib? Bunlar. Yəni hakimlər. Bəli, mübtədanın əlavəsi olacaq. 2, 3, 4. 5-ə baxaq. Solmaz. Sönən həyatımın batan günəşi. Qılınc və zəncir dünyası çox yaşaya bilməz. Burada mən baxıram ki, xitabın əlavəsi var. Solmaz. Sönən həyatımın batan günəşi müraciət var. Olmaz. 6-ya baxaq. Buradan da Bərgüşat çayı aşağı Araza doğru sallanır. Haraya sallanır? Araza doğru. Haraya. Yəni zərfliyin əlavəsidir bu. Ona görə də 6-da olmaz. Cavabımız olacaq 2, 3 və 4. Növbəti. Uyğunluğu müəyyən edin. Yalnız nəqli cümləyə aid nümunə kimi təhlil edilə bilər, yalnız əmr cümləsinə aid nümunə kimi təhlil edilə bilər. Ağdərəyə qədər getməlisiniz. Bu yalnız və yalnız nəqli cümlə kimi düşünülə bilər. Ona görə də 1-ə gedəcək. Deməli A. Yalnız deməli qonaqları Gövhər ağa məscidinə qədər aparaq. Biz bilirik ki, sonu aq ilə bitən feillər 2 şəkildə düşünülə bilər. Bir arzu şəkli kimi, bir var əmr şəkli kimi. Və mən baxıram ki, bu cümlədə nə arzu ədatı var, nə əmr ədatı var. Ona görə də mən artıq bunu dəqiq bilmirəm ki, əmrimi götürüm, yoxsa arzu şəkli kimi götürüm. Yəni əmr kimi olsaydı, bir əmr ədatı olsaydı deyərdim ki, hə bu əmr cümləsidir %100. Amma belə də bilmirik. Ona görə də bunu həm nəqli kimi düşünə bilərik, həm əmr kimi düşünə bilərik. Ona görə də B heç birinə getməyəcək. C-yə baxaq. Siz bu hissəni biraz da qaraldın. Deməli bu artıq 100% əmr cümləsidir. Ona görə də C gedəcək 2-yə. D-yə baxaq. Sən günün altında xeyli qaraldın. Nə etdin? Qaraldın. Yəni bu sadəcə olaraq buradan qaraldın. Qaraldın əslində 2 cür düşünülə bilər. Qaraldın. Lakin bu sən qaraldın. Nə etdin? Qaraldın. Yəni buradan əmr cümləsi deyil. Ona görə də bu nəqli olacaq. Yalnız nəqli kimi düşünürük. 1-ə gedəcək D. Y-də baxaq. Orada biraz gözlədin. Bunu artıq 2 cür düşünə biləcəyik. Bir var. Sən orada biraz gözlədin. Nə etdin? Gözlədin. Bir də var. Orada biraz gözlədin. Kimisə biraz gözlədin. Ona görə də əmr və nəqli kimi düşünmək mümkündür. Ona görə də G heç birinə getməyəcək. Cavab olacaq 1AD 2C. Bugünlük bu qədər. Videonu bəyəndinizsə, rəy yazmağı, bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.